Kirpi əti qardaş, ixtilaf var erməklər arasında kirpi əti yeməkdə. Ən doğru rəy odur ki, kirpi əti halaldır. İslam dinində haram olunan heyvanlardan deyil. Bunun ən zahir dəlillərindən Əl-Ən'am surəsi 149-cu ayə, əgər yanlış demirəmsə, ki orada ayədə zikr olunanlardan bir çox elm əhli deyir ki, yəni ayədə zikr olunan haram heyvanlardan deyil. Xüsusən də Şafii məzhəbində kirpi əti halaldır. Sadəcə kirpi ətinə icazə verilməyən ən məşhur Hənəfi və Həmbəli məzhəbidir. İmam Əlbeyhaqi rahmehullah bu kirpinin ətinin çirkin olması barəsində rivayət olunan hədisin səhih olmadığını deyir. Ümumiyyətlə kirpi ətinin haram olmağı barəsində səhih heç bir rivayət yoxdur. Və əsl odur ki, halaldır, əsl odur ki, halaldır. Və bu haramlığı haqqında rivayət olunan heç bir hədis sabit deyil. Və həmçinin Şeyx İbn Baz rahmehullah da bunu dəstəkləyir. Ümumən ləcnənin fətvası var. Ləcnə, Heyət Kibar Uləmanın fətvası var ki, kirpi əti yeyilən heyvanlardandır. Kirpi əti yeyilən heyvanlardandır. Lakin şərt odur ki, o da başqa heyvanlar kimi kəsilməlidir. Başqa heyvanlar kimi kəsilməlidir. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.